düz 15 saatını balinanın qarnında keçirdi. 1891-ci ilin soyuq səhəridir. Dənizçi adi bir iş günə başlayır. Amma axşam fəlakət qopur. Cənubi Atlantika Star of the East gəmisinin heyəti nəhəng bir kaşalot balinasının arxasınca düşür. Bu cür böyük ovu qaçırmaq olmazdı. 21 yaşlı James Bartley üçün bu ilk balina ovu idi. Kiçik qayıqla hədəfə yaxınlaşırlar. Harpunçu nişan alır və vurur. Yaralı balina elə bir güclə çırpınır ki, qayığı göyə uçurur. Ekipaj üzvləri buz kimi suya səpələnir. Okean isə qan rənginə boyanır. Tufan səngiyəndə bir nəfər əskik idi. James Bartley. Saatlarla davam edən axtarış heç bir nəticə vermir. Hamı gənc dənizçinin boğulduğunu düşünür. Amma saatlar sonra həmin balinanın cəsədi suyun üzünə çıxır. Dənizçilər onu gəmiyə çəkib fənər işığında parçalamağa başlayırlar. Balinanın mədəsini göyərtəyə qaldıranda içəridən küt bir hərəkət hiss edilir. Hamı donub qalır. Ehtiyatla mədəni kəsirlər və içəridən bütöv bir insan bədəni çıxır. Bu James Bartley idi. Huşunu itirmişdi. Amma hələ də nəfəs alırdı. Mədə turşusu onun dərisini ağappaq eləmiş, saçlarını tökmüşdü. Gözləri isə az qala kor olmuşdu. Özünə gələndə isə danışdığı hekayə qan doldururdu. Qaranlıqda nəhəng dişlərinin arasından sürüşüb isti və yumşaq bir boşluğa düşdüyünü xatırlayırdı. Bugün elm adamları insanın balinanın mədəsində havasızlıqdan öləcəyini və bunun bir dənizçi əfsanəsi olduğunu bildirirlər. Amma əgər bu bir yalandırsa, bəs necə oldu ki, həmin gün dənizdə yoxa çıxan bu gənc